videoya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Dünyada təhlükəli xəstəliyin yeni pandemiyasının sabah başlaya biləcəyinə dair xəbərdarlıq edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus xəbərdarlıq edib. O, ölkələri pandemiyanın qarşısının alınması ilə bağlı saziş üzərində işin sürətləndirilməsinə çağırıb. Üstünün üzvü olan dövlətlərin səfirləri qarşısında çıxış edən Ghebreyesus qeyd edib ki, COVID-19 pandemiyası bugün geopolitik və iqtisadi şoklar fonunda uzaq xatirə kimi görünür. Amma növbəti pandemiya 20 ildən sonra və ya daha uzun müddət sonra başlaya bilər, ya da sabah başlaya bilər. Biz buna hazır olmalıyıq. O, həmçinin vurğulayıb ki, dünya üstünün pandemiya ilə bağlı sazişini sona çatdırmaq üçün ölkələrin iştirakını və liderliyini gözləyir. Baş direktor əlavə edib ki, qlobal səhiyyə təhlükəsizliyi üçün birləşmiş səylər və ümumi təhlükələrə qarşı ortaq yanaşma vacibdir. İnanıram ki, siz razılığa gəlməyə hazırsınız, deyə Ghebreyesus sözlərini tamamlayıb.